Müəllimlər Birliyi Tədris Mərkəzi Riyaziyyat qrupunda xoş gördük sizləri. Demək, bu günləri sizinlə Riyaziyyat Güvən Nəşriyyat 5, 6, 7-ci siniflər 2025-ci il kitabında bəzi bölmələrin nəzəri hissəsinin izahına baxacağam. Əslində götürəndə heç bir izah olmadan da tam olaraq özünüz də oxuyub başa düşə bilərsiniz. Çox gözəl izah ediblər və çox qəşəng də demək misallarla nümunələr veriblər. Amma hər halda mövzuya baxıram ki, yeni demək bir baxış bucağı ola bilsin ki, bəzi məsələlərdə ola bilər. Ola bilsin ki, bəzi hissələrdə izah biraz sizin üçün yararlı ola bilər. Hər halda bir xeyri dəyər. Tam və qalıqlı bölmədə deyir ki, A natural ədədə B natural ədədə tam qalıqsız bölünürsə, A-ya bölünən, B-yə isə bölən deyilir. Yəni ki, belədir də, A bölək B bərabərdir C. Burada bu cür, yəni biraz fərqli yöndən danışsaq, əslində eyni yöndür, sadəcə ayrı bir formada izah eləsək. A bölək B bərabər C, bu qalıqsız bir bölmədirsə, onda burada A-ya bölünən, B-yə bölən, C-yə isə qismət deyilir. Bu hissə bu qədər. Sonra keçək digər bir izah var. Deyir ki, tərifdir daha. Təriflər bilirsiniz tam olaraq. Tərif belə bir hadisədir ki, yəni tərifi tam əzbər bilmək lazımdır da. Əzbər deyəndə, yəni anlamını başa düşərək tam bilmək lazımdır. Natural ədədin bölündüyü hər bir natural ədədə bu ədədin böləni deyilir. Yəni ki, məsəl üçün deyək ki, 48 bir ədədin götürsək, biraz yazını qalmadan azaldaq. Aha. Deyək ki, məsəl üçün 48 götürürsünüz, 48 bölünür 3-ə. 48 bölünür eyni zamanda həm də 4-ə. Bölünür, məsəl üçün 6, 8, 48, 8-ə. Bölünür 24-ə. Bölünür 12-yə. Belə deyək, bölünür, deyək ki, 3 vur 12 dedim. Yəni, belə, 48-in özünə bölünür. Ona görə də bu bölənlər ki, bu tərifin mənası odur ki, bax, bu ədədlər 3, 4, 8, 24, 12, 20, 48. 48 ədədinin bölənləri sayılır. Sonra bir ədədi istənilən natural ədəddən bölənidir. Bu asandır bilərsiniz. Hər bir natural ədəd özünün böləni. Yəni demək ki, istənilən A ədədin 1-ə bölə bilərsiniz. Elə cavabda A ədədi çıxar. İkincisi deyər ki, istənilən natural ədəd özünü bölər. A-nı A-ya bölərsiniz. İstənilən ədəd nə olur olsun, özünə bölürsünüz. Bu zaman cavabda elə bir alınır. Natural ədədin bölənləri sonlu saydadır. İstənilən bir natural ədədin sonlu sayda, yəni sonsuz sayda böləni ola bilməz ki, məsələn, deyək ki, olsun ki, 512 ədədir, məsələn, ya fərqli bir ədəd də ola bilərdir. Bunun müəyyən qədər böləni vardır. Tam sonsuz sayda deyil ki, o idi mənası. Burada da deyir ki, natural ədədin bölənləri ədədin özündən böyük deyil. Yəni ki, natural ədədləri qalıqsız bölmək istəyirsinizsə, hər hansı bir natural ədəd, deyək ki, elə bir bayaq 48 yazmışdıq. Bunu qalıqsız böləndə, məsələn, böləni biz tutaq ki, 55 yaza bilmərik. Yəni, qalıqsız bölürüksə əgər. Daha doğrusu, tam hissəli bir bölmədən söhbət gedirsə. 12-nin bölənləri vermişdir nümunə olaraq, 40-ın bölənlərin vermişdir nümunə olaraq. Tərifdə deyir ki, natural ədədə bölünən hər bir natural ədəd bu ədədin bölünəni deyilir. Demək, natural ədədə bölünən hər bir natural ədədə bu ədədin bölünəni deyilir. Məsəl üçün, 3 ədədi yazaq, görək bu 3-ə nə bölünür? Məsələn, 3-ə 24 3-ə bölünür. Sonra, məsələn, 12 3-ə bölünür. Məsələn, 9 3-ə bölünür. Ona görə də burada ki, bu ifadələr ki var, ədədlər ki var, 24, 12, 9, bunlar 3-ün bölünəni sayılır. Sonra hər bir natural ədəd özünün bölünənidir. Yəni, o bayaqki fikrin demək olar ki, tam eynisidir. Yəni, istənilən A ədədi A ədədinin bölünənidir. Yəni, bu A ədədi, bu bölən A ədədinin bölünəni sayılır. Biri o birinə bölünür də, yəni. Natural ədədlərin bölünənləri sonsuz saydadır demişdik. Bunu bölünənlər sonsuz saydadır. Yəni, məsələn, tutaq ki, bayaqki sonluydu, amma bu sonsuzdur. Burada bu maraqlıdır. Burada nə deyir? Məsələn, deyək ki, ədədlə danışaq. Deyək ki, bu 3 ədədinin
Hansı ədədlər bu 3 ədədinə bölünür? Bax onu tapaq. Hansı ədədləri biz bölə bilərik 3-ə? Məsələn, 9 3-ə bölünər. Baxanda görəcəksiniz sonsuza qədər gedir. 12 bölünər. Elə 3-ün özü də 3-ə bölünər. Sonra 15 bölünər. Üstə 3 gələ-gələ getsəz 18 bölünər. Bir dənə də 3 gəlsəz 21 bölünər. 24 bölünər. Görürsünüz ki 27 bölünər. Görürsünüz ki sonsuz sayda davam eləyər. Ona görə də istənilən bir natural ədədin bölünənləri, bax bölünənləri sonsuz saydadır. Natural ədədin bölünənləri ədədin özündən kiçik deyil. Yəni natural ədədi deyək ki, o yenə də bayaqları danışdıq o barədə ki, məsələn, deyək ki 3-ə bölürsüz də, bu bölünən məsələn 2 olmur da, o olsa onda tam ədəd çıxmayacaq. Bu tam hissəli, qalıqsız tam bölmədən söhbət gedirdi orada. Tərifdə deyir ki, A natural ədədi B natural ədəddən tam qalıqsız bölünmürsə, belə bölmə qalıqlı bölmə adlanır. Məsələn, 13 ədədin deyək ki, siz 3-ə bölsəz, doğru cavab 4 çıxar, qalıqda da 1 qalar. Sanki burada 13-də belə başa düşə bilərsiniz ki, elə bil ki 1 artıqdır da. Yəni bundan 1-in çıxandan sonra bir dənə 1 çıxsaz 12 olsa, 12 3-ə bölünər olar 4, o 1 var idi axı bayaq. O 1 də qalıq olaraq qalar. Məsələn deyir, burada özü elə misal verib. Məsələn 35 ədəd 8-ə bölündükdə natamam qismətdə 4 qalıqda isə 3 alınır. Yəni 35 bölək 8 bərabərdir. 4 dənə 8 32 edir. Yəni bunun 32 olan hissəsin götürüb 8-ə bölsəz çıxacaq 4. 32-ni götürdünüz, yerdə nə qaldı? 3 də qalıqda qalır. Onu demək istəyirdi. Sonra deyirdi ki, burada bir qayda var. Bu qaydalardan misal həllində məsələn istifadə edəcəksiniz. Çox yaxşı bir qaydadır. Deyir ki, mən həmişə fu yazıram, yəni fərdi şəkildə tam öyrənilməlidir o mənada. Bölünəni A tapmaq üçün, B natamam qismətini C-yə vurub alınan hasilə qalığın üzərinə R əlavə edirik. Məsələn, bax, bu nə demək istəyir? Deyir ki, bax, tutaq ki, A bölünən, bir daha deyim, bax, bölünəni A, yəni bölünəni, yəni A-nı, natamam tapmaq üçün böləni, yəni B-ni, natamam qismətə, yəni C-yə vurub üstünə R gəlmək lazımdır. Yəni ki, deyək ki, A böl B bərabərdir C, qalıqda da R-dirsə, bax, belə bir vəziyyətdirsə, A-nı B-yə bölmüşük, natamam qismətə C çıxıb, qalıqda R-dirsə, bu zaman A-nı tapanda bərabərdir. Bu B-ni C-yə vuracaqsınız, üstünə də qalığı R gələcəksiniz. Misal üzərində danışaq ki, fikrimiz rahat olsun. Elə bayaqki misalı, bax, bunun üzərində danışacağım. 35 bölək 8 bərabərdir 4 qalıqda 3. İndi təsəvvür edin ki, bu 35-i verməyiblər. Elə bu dənə A yazıblar. Yazıb ki, A bölsək, belə bir misal verilib sizə. Deyir, A böl 8 bərabərdir 4 qalıqda 3. İndi bu A ədədini tap. İndi burada necə yazılıb? Yazırıq A bərabərdir. Böləni daha doğrusu. Dəyişim. Böləni, yəni 8-i. Vuracaqsınız natamam qismətə, yəni 8-i vuracaqsınız 4-ə. Üzərinə gələcəksiniz qalıq hissəni 3-ü. Bax, buradakı kimi. Yaxud deyək ki, 28 bölək, məsələn, 6 olsa. 6, 4, 24 edir də. İndi burada demək qalıqda əsas hissə olacaq 4, qalıqda qalacaq 4. Düzdür? İndi təsəvvür edin ki, bu 28 verilmir. Bizə verilib A ədədi. Deyir ki, indi bu A ədədini tapanda yazırıq A ədədi bərabərdir. Böləni vururuq natamam qismətə, yəni 6-nı vurursunuz 4-ə, üzərinə gəlirsiniz qalığı. R hərfinin o qalığı ifadə eləmişdir. Bərabərdir. A-nı bayaq nə yazmışıq? Unutmamısınız? 28 idi. Düzdür? Cavab alınır 28. Görürsünüz, biz həmin ədədi tapa bilirik. Mənası o idi. Misallarla bir-iki nümunələri özləri də eləmişlərdir. Müəllifləri onlara baxarsınız. Bölünmə əlaməti 2-yə bölünmədədir. Cüt ədədlərin tamamı və arxasında 0 yazılan ədədlər, ümumiyyətlə cüt ədədlər, hansı ki, o cüt ədədlər 0, 2, 4, 6, 8 kimi sonu belə olur. İstənilən cüt ədəd 2-yə bölünür. Sonra ədədin 3-ə bölünmə əlamətini istənilən ədədi təşkil edən rəqəmlərin cəmi. Məsələn, 4 burada yazılıb. 4 plus 5 plus 6 plus 9 bərabər 24. Bu 24 3-ə bölünürsə ki, bilirsiniz bölünür. 24 3-ə bölünən 8 düşür. Onda biz baxırıq ki, ədədin rəqəmlərini topladıq, 3-ə bölündüsə, demək bu ədəd elə özü də 3-ə bölünəcək.
Burada biraz daha mən geniş bunu izah edə bilərəm. 3-ün üstü qüvvətləri hansı ədədlər eləyir? 3-də var 3-dür. Kvadratı 9 eləyir. Kubu 27 eləyir. 3 üstü 4 81 eləyir. Belə davam edir. Əslində, məsələn 9-a bölünmə əlaməti də var. Ədədi təşkil edən rəqəmlərin cəmi 9-a bölünürsə, onda ədəd özü də 9-a bölünür. Ədədi təşkil edən rəqəmlərin cəmi 27-yə bölünürsə, ədədi 27-yə bölünür. 81-ə bölünürsə, 81-ə bölünür. Yəni bu tək 3 ilə məhdudlaşmır. Biraz daha genişdir. Nümunə misallar vermişlər. Misallara diqqətlə baxarsınız. 4-ə bölmə əlaməti. Ədədi təşkil edən istənilən ədədi. Bax, burada nümunələr verib. Təşkil edən ədədin son 2 rəqəmi 4-ə bölünərsə, onda ədəd özü 4-ə bölünür. Və yaxud son 2 rəqəm 0 olarsa, bu ədəd 4-ə bölünür. Yəni, ədədi təşkil edən rəqəmlərin son 2 rəqəmi 4-ə bölünərsə, 4-ə bölünür, 48 4-ə bölünür deyə, demək bu ədəd 4-ə bölünür. Son 2 rəqəm 0-dır deyə, bu ədəd 9 ədədi 4-ə bölünür. Sonra keçdik. 5-ə bölünmə əlaməti belədir. Ədədin sonunda 0 gələrsə, 5 gələrsə və yaxud 0 gələrsə, o ədəd 5-ə bölünür. 6-ya bölünmə əlaməti. Baxın uşaqlar, 6 nədən ibarətdir? 3-ün 2-yə hasilindən. Ona görə də deyir ki, məsələn, verilən hər hansı bir ədəd, tutaq ki, bu 456 ədədi. Bilmək istəyir ki, görək bu 6-ya bölünür. Əgər bu 456 ədədi 2-yə də bölünürsə, 3-ə də bölünürsə, onda həmin ədəd demək 6-ya demək bölünür. Başqa bir formada demək olar. Məsələn, deyək ki, bir neçə fərqli də ola bilər. Məsələn, 7 vur 2 14 eləyir. 14. Düzdür. 7-ni 2-yə vursaq, 2-yə vuraq 2 bərabərdir 14-ə. Onda istənilən ədəd 7-yə də bölünürsə, 2-yə də bölünürsə, bu ədəd 14-ə bölünür. Tək bu 6 ilə bağlı deyil. Biraz daha geniş miqyasda düşünə bilərsiniz. Sonra növbəti misallar idi bu. Nümunələr həll eləmişlərdi. Hamısına çox dəyərli nümunələrdir, baxarsınız. 8-ə bölünmə əlaməti 4-ə bölünmə əlamətinə bənzəyir. 4-ə bölünmə əlamətində deyirdi ki, son 2 rəqəm 4-ə bölünürsə. Burada, çünki 4-də 4 bərabər idi 2 vur 2 hasilinə. 8 isə 2 vur 2 vur 2, 3 dənə 2-nin hasilidir. Ona görə 8-ə bölünmə əlaməti belədir ki, ədədin son 3 rəqəmi 8-ə bölünürsə, ədəd özü 8-ə bölünür. Yəni, bu 208 8-ə bölündüyünə görə 1208 də 8-ə bölünür. Və yaxud 648 8-ə bölmək olar. Demək ki, bu ədədi bütöv bölmək olar. Bir də ədədin son 3 rəqəmi 3-ü də 0 olsa, bu zaman o 8-ə bölünəcək. Növbəti sual. 9-a bölünmə əlaməti haqqında mən danışmışam. Ədədi təşkil edən rəqəmlər 1 plus 2 plus 3 plus 4 bərabərdir. 3 üstü 9 10. 9-a daha doğrusu necə? 1 2 3 3 6 9 10. Hə, dostlarımız burada yüngül bir səhv ediblər, çox yüngül. Yəni çünki 1 üstə 2 gələndə 3 eləyir, 3 üstə 3 gələndə 6 eləyir, 6-nın da üstə 4 gələndə 10 eləyir. Əslində bu ədəd 9-a bölünmür uşaqlar. Çünki bu 10 eləyir, 10-dakı birisi 9-a bölünmür. Burada yüngül bir xəta var idi. Burasına o problemlə qarşılaşdınız, bilərsiniz onu. Digər misallar təbii ki, çox dəyərlidir. İndi arada texniki səhvdə ola bilər də, iş olan yerdə texniki səhvdə olur. Yalnız sonu 0 ilə bitən ədədlər ona bölünür. Əgər ədədin, burada bunu mən biraz daha artıra bilərəm. Ədədin sonu bir dənə 0-dırsa 10-a bölünür. Ədədin sonunda 2 dənə 0-sa 100-ə bölünür. 3 dənə 0-sa 1000-ə bölünür. 4 dənəsə 10.000-ə. Yəni belə gedir. Sıfırların sayı qədər, onun sıfırının sayı qədər də ədəddə 0 varsa, demək o 10-a bölünür. Sonra deyir ki, A ədədi n və n qarşılıqlı sadə ədədlərinin hasilinə bərabər olduqda, eyni zamanda n və n-ə bölünən ədədlər A-ya bölünür. Qarşılıqlı 2 sadə ədəd götürək. Məsələn, biri olsun 5, biri olsun 7. Düzdür. Əgər A ədədi bu 2 qarşılıqlı ədəd, sadə ədədin, çünki 5 ilə 7 qarşılıq sadə ədəddir. Bunların ortaq böləni yoxdur. Hasilinə bərabər olduqda, eyni zamanda M-ə bölünən ədədlər A-ya da bölünür.
A indi burada bərabərdir 5 ilə 7-nin hasili 35 götürsək, bax belə. O da deyir ki, hansısa bir ədəd, məsələn, deyək ki, 70 ədədi eyni zamanda m-ə də bölünürsə, yəni ki, 5-ə də bölünürsə, eyni zamanda 7-yə də bölünürsə, demək o 35-ə, 70 ilə 35-ə də bölünür. Çünki belə bu 35 ilə m-in ədədlərinin hasilidir də. Buna görə çox asandır onu da başa düşmək. 12-yə bölünmə əlaməti. Ədəd 3-ə də, 4-ə də bölünürsə, demək o eyni zamanda 3-ə də, 4-ə də bölünürsə, o ədəd elə 12-yə də bölünür. İstənilən ədədlərdə elə eləyə bilərsiniz. Məsələn, 2 vuruq kimi götürsəz, məsələn, deyək ki, o olsun, məsəl üçün, nə deyək, məsəl üçün, 51 olsun da ki, 51 ədədi 17 ilə 3-ün hasilidir. İstənilən bir ədəd, məsələn, 102 ədədi, eyni zamanda 17-yə də bölünürsə, eyni zamanda 3-ə də bölünürsə, demək bu 102 ədədi 51-ə də bölünür. Cavab elə 2 çıxır. Onu demək istəyirdi. Yəni, o, əslində, ön tərəfdə ondan biraz danışdıq biz. Yəni, ədədin vuruqlarının hamısına eyni zamanda bölünürsə, ədədin elə özünə də bölünür sayılır da. Sonra keçdik misallar nümunə. A ədədi B-yə bölünməsindən alınan qalıq B-yə, 2-yə, 3-ə, 5-ə, 9-a və 10-a bölünmə əlaməti tətbiq etməklə A ədədinin B-yə bölünməsindən alınan qalığı bərabərdir. Məsələn, 245 ədədinin 3-ə bölünməsindən alınan qalıqlar 2, 4 plus 5 ədəd bərabər 11 ədədinin 3-ə bölünməsindən alınan qalığa bərabərdir. Məsələn, düşünürəm ki, məsələn, burada daha rahat başa düşəcəksiniz. İndi biz burada bilmək istəyirik ki, tutaq ki, bu 946 ədədinin 10-a bölünməsindən alınan qalıq nədir? Yəni, bir dənə bunu axtarıq da, məsələn, tutaq ki. Onda bu ədədin sonuncu rəqəmi ki var, sonuncu ki, məsələn, 10-a böləndə burada qalıq nə qalır? Sonuncu rəqəmlərdə. Məsələn, elə götürək 6-nın özünü 10-a böləndə tam hissi 0 olur, qalıq qalır 6. Elə ondan başa düşürük ki, sonuncu rəqəm burada 6 qalıqdır. Çünki tutaq ki, bu 446-dan 6 çıxsaz 440 qalacaq. 940, 940 qalacaq. 940-da 10-a bölünür axı. Demək ki, burada 6 qalıqdır. Sonuncu rəqəmi bölməklə biləcəksiniz qalıq nə alır. Məsələn, tutaq ki, belə olsa, deyək ki, olsun 946-nı bu dəfə bölək, məsələn, deyək ki, 4-ə. Sonuncu rəqəm nədir? 4 deyil. Burada, daha doğrusu 6 deyil. 6 4-ə bölünəndə 1 qat düşür. Qalıqda da 2 qalır. Demək ki, bu ifadənin 4-ə bölünməsində qalıq 2 alınacaq. Siz sonuncu rəqəmi bölənə bölsəz, qalığı biləcəksiniz. Yəni, ondan söhbət gedirdi. Sonra, burada digər məsələlər də vardı. Sadə və mürəkkəb ədədlərdən də biraz danışaq. Deyək ki, sadə və mürəkkəb ədədlər. Yalnız vahidə və özünə bölünən natural ədədlər sadə ədədlər deyilir. Məsələn, 2 nəyə bölünür? Bir 1-ə bölünür, bir də 2-nin özünə. Sonra 3-ə baxaq. 3 bir 1-ə bölünür, bir də 3-ə. 5-ə baxın. Bir 1-ə bölünür, 5-ə. 7 bir 1-ə, yəni həm 1-ə bölünür, həm də 7-yə. 11-i götürsəz, 1-ə bölünür, bir də 11-ə. Yəni, üçüncü bir bölən yoxdur da, cəmi 2 dənə bölən var. 1 isə nə sadə, nə də ki, mürəkkəb ədəd sayılır. Əgər ədədin həm 1-ə bölünürsə, həm də özünə bölünürsə, əlavə olaraq başqa bir böləni də varsa, bu zaman o mürəkkəb ədəd sayılır. Məsələn, 4 ədədini götürək. 4 ədədi 1-ə də bölünür, 4 ədədi demək 2-yə də bölünür, 4 ədədi 4-ə də bölünür. 6-nı götürsəz 1-ə də bölünür, 6-ya da bölünür, 2-yə də bölünür, 3-ə də bölünür. Yəni, 1-ə və özünə bölünmədən ikisi də əlavə artıq böləni var. Əgər ədədin bölənlərinin sayı 1 və özüdürsə, onda sadə ədəddir. Yox, əgər daha çoxdursa, onda mürəkkəb ədəddir. 1 nə sadə, nə də mürəkkəb ədəddir. 2 ədəddən başqa bütün cüt ədədlər mürəkkəb ədəddir. Çünki bilirsiniz necədir? Bu 2 özü 2-ni götürsəz 2 nəyə bölünür? 2-ni 1-ə bölmək olar, bir də 2-ni 2-yə bölmək olar. Düzdür? Bunu 2 çıxar, bu da 1. Nə çıxar vacib deyil. Əsas odur ki, yəni 1-ə bölünər, bir də 2-yə bölünər. Ona görə də bu sadə ədədlərin demək qaydasına uyğundur. Amma məsələn 4-ü götürsəz 4 bölünər 4-ü 1-ə bölmək olar. Yazdım bu hissəyə. 4-ü 2-yə bölmək olar. 4-ü 4-ə bölmək olar.
Görürsünüz burada artıq 2-dən daha artıqdır. Ona görə də 2-dən başqa bütün cüt natural ədədlər demək mürəkkəb ədəd sayılır. 2 sadə ədədin cəmi həm sadə, həm də mürəkkəb ədəd ola bilər. Buradakı ümumi hamısını oxuyum, sonra ümumi bir qiymət verib ümumi şəkildə danışacağam bunu sizə. 2 sadə ədədin cəmi sadə, həm də mürəkkəb ola bilər. Sadə ədədlə mürəkkəb ədədin cəmi həm sadə, həm də mürəkkəb ola bilər. Mürəkkəb ədədlə mürəkkəb ədədin cəmi həm sadə, həm mürəkkəb ola bilər. Yəni nə demək istəyir uşaqlar? Deyir ki, yəni sadədir ya mürəkkəbdirinin dəxli yoxdur. Ya sabah sadə ilə sadəni toplasaz, həm mürəkkəb ola bilər, həm sadə. Mürəkkəblə sadəni toplasaz, yenə də mürəkkəb də ola bilər, sadə də. Mürəkkəb ədədlə mürəkkəb ədədi toplasaz, yenə də mürəkkəb də ola bilər, sadə də. Yəni o demək istəyir ki, bu sahədə xüsusi bir qayda yoxdur da, o mənada deyir. Sonra sonunuzda deyir ki, 2 sadə ədədlə mürəkkəb ədədin və 2 mürəkkəb ədədin hasili həmişə mürəkkəbdir. Çünki alınan hasil 1-ə və ədədləri öz-özünə bölünür. Cümləni bir daha deyir, bax, 2 sadə ədədin, yəni sadə vur sadə. Sonra 2 mürəkkəb ədədin, yəni mürəkkəb vur mürəkkəb və mürəkkəb ədəddən sadə ədədin, sadə və mürəkkəb ədədin hasili həmişə mürəkkəb ədəddir. Nəyə görə? Baxaq. Məsələn, çünki bu ədədlər alınan nəticə həm bu sadə ədədə bölünür, həm bu sadə, həm də özünə bölünür, həm də 1-ə. Ona görə. Məsələn, tutaq ki, bir 3 ədəd götürək. Məsələn, bir 2 ədəd götürək. Biri sadə olsun, 3 məsələn. Elə bunun altına yazacağım. Bu hissəni biraz yuxarı eləyək. Aha. Bir dənə sadə ədəd götürək, 3 tutaq ki. Düzdür? Bax, 3. Bunu mürəkkəb ədədə, sadə ədədə, bu nümunədə kimi. Sadə ədədə vuraq 5-ə. Bərabərdir, alınır nə? 15. Düzdür? İndi 15 mürəkkəb ədəddir, yoxsa sadə mürəkkəb ədəddir. Çünki bax, dediyi mürəkkəb ədəd olacaq. Çünki sadə ədədə vurdunuz, alındı 15. 15 indi bax 1-ə bölünür. 15 5-ə də bölünür, 3-ə də bölünür. O da onu deyir ki, bunlar ona görə mürəkkəb ədəd olur ki, vuruqlara da bölünür. 1-ə də bölünür, özünə də bölünür, vuruqlara da bölünür ona görə. Sonra mürəkkəb ədəd götürün. Məsələn, 4 götürün, bir də 9 götürün. 4 9 36. İndi 36 ədədi necə ədəddir? Mürəkkəb ədəddir. Çünki 36 ədədi 1-ə də bölünür, özünə 36-ya da bölünür, əlavə olaraq 4-ə də bölünür, 9-a da bölünür, hətta onların vuruqlarına belə bölünür. Sonra biri sadə, biri mürəkkəb olsa, məsələn, biri 7 olsa, biri də 4 olsa, onlar 28, 28 olar mürəkkəb ədəd. Yəni, demək bu qaydada, bu sonuncu qaydada məna oldu ki, sonuncu bu hissənin mənası odur ki, sadə və mürəkkəb ədədlərin istənilən kombinasiyalı hasili, sadənin sadəyə hasili, sadənin mürəkkəbə hasili, mürəkkəbin mürəkkəbə hasili hər zaman bərabərdir mürəkkəb ədəd. Çünki onlar 1-ə və özünə bölünmədən əlavə həm də bu vuruqlara ayrı-ayrılıqda. Nə nəticə alsın o vuruğa da bölünür. Bayaqki nümunədə mən o fikirlərimi izah elədim. Mürəkkəb ədədlərin sadə vuruqlara ayrılması. Sadə vuruqlara ayırma zamanı ən yaxşı yol variant birinci 2-dən başlamaq lazım. Baxmaq lazım ki, ədəd cüt ədəddir yoxsa tək. Məsələn, 220 ədədi, baxırıq ki, burada 220 ədədi cüt ədəddir. Demək 2-yə bölünər. 2-yə bölürük 110. Baxırıq yenə cüt ədəd, yenə 2-yə bölürük 55. Sonu 5 ilə bitdiyinə görə baxırıq ki, bu 5-ə bölünər. Bölürük 5-ə 11, 11 də 11-ə bölürsünüz 1. Demək, belə alınır ki, 220 ədədi bərabərdir 2 vur 2, vur 5, vur 11. Bax, belə bir formada. Burada da nümunələr vermişdir. Baxarsınız o nümunələrə, davam edirik başqa bir məsələ ilə. Deyir ki, bax, çox önəmli bir, bu qaydadan danışacağım, çox önəmli bir qayda. M mürəkkəb ədədi, M bərabərdir, N A üstü N, B üstü K şəklində sadə vuruqlara ayrılarsa, M ədədinin natural bölənlərin sayı K, yəni K, aşağıdakı düsturlar tapılır. Düsturu da verib. İndi biz nə edəcəyik? Biz bu düsturun mənasını başa düşməyə çalışacağıq. Gəlin belə eləyək. Özümüzdən ədədlər qoyaq, yoxlayaq görək. Nə alınır? Misal üzərində başa düşəcəyik. Yoksa misallar var da, verilib də, amma bir misal mən özümdən yazmaq istəyirəm. Baxın, biz bilmək istəyirik ki, belə bir M ədədi var. Məsələn, deyək ki,
9'un 4'ə 36 olsun. 36 ədədi. Bilmək istəyir ki, 36 ədədinin neçə dənə bu böləni var. Bunu tapmaq istəyir ki, ədəd natural ədədin sayı aşağıdakı kimi olar. Bölənlərin sayını tapmaq istəyirik. Bilmək istəyir ki, bu 36-nın neçə dənə ədədə? Məsələn, 36 2-yə bölünər, 36 3-ə bölünər, 36 6-ya bölünər, 36 9-a bölünər, 4-ə bölünər, 36 18-ə bölünər. Biz bilmək istəyirik ki, bunların sayı neçə dənədir? Bunun sayını bilmək istəyirik. Onda baxırıq ki, 4 vur 9-dur da bu 36, düzdür? Yəni bir 2-nin kvadratı var. Yəni 2 üstü 2 4 eləyir. Vuraq. Yəni bunu 4 kimi yazmırıq da. Bax A üstü n şəklində yazırıq. Yəni 4 vur 9 9 36 eləyir də. Düzdür? Biz burada 4 yazmırıq. Bunu 2-nin kvadratı yazırıq. Düzdür? Vuraq. Burada da üstü 3-ün kvadratı. Yəni çünki burada 9-dur. 9 yazmırıq da. Yazırıq məsələn şərtinə görə, düsturun şərtinə görə 3-ün kvadratı yazırıq. Onda bölənlərin, natural bölənlərin sayını tapanda k bərabərdir. Bu n, yəni bu 2. Yazırıq bura 2 üstə gələk 1. Üstə gələk 1. Vuraq. K, yəni bu. 2 üstə gələk 1. Yəni 3 vur 3 olacaq, o da 9. Demək ki, 36 ədədinin 9 dənə böləni var. 9 böləni var. Bir də yazım, 36-nın 9 böləni var. Burada 18 ədədin üzərində məsələn aparmışlar. Bax 18 bərabərdir nəyə? 18 bərabərdir. Bərabərdir 2 vur 9-a. Amma 9 şəklində yazmırıq. 9-u əvəzinə yazırıq 3-ün kvadratı. İndi 18-in neçə dənə böləni olduğunu tapmaq üçün bu 1-i götürüb yazırıq. 1 üstə gələk 1 üstə gəl 1. Bu hissəni yazdıq. Sonra götürüb bu 2-ni yazırıq bura 2 üstə gəl 1. Bu ifadəni də yazırıq. 2 vur 3 bərabər 6. İndi burada baxsaq 1, 3, 2, 3, 6, 9, 18 həqiqətən bunun hamısı 18-in bölənidir. Demək ki, məsələnin mahiyyəti tam olaraq bizə aydın ola bilər. Bu qaydada nə deyir? Deyir, n mürəkkəb ədədi üçün belə bir şəkildə yazsaq, n mürəkkəb ədədi. Hansısa bir n mürəkkəb ədədi var, onu n bərabər a üstü n b üstü k şəklində yazsaq, ədədin natural bölənlərinin cəmi, yəni s aşağıdakı düsturla tapılır. Bu düsturla tapıla bilər. Məsələn, bayaqları gəlin misal üzərində danışaq. Bayaq 18-in natural bölənlərinin cəmini nətər tapmışdıq? 18 verilmişdi 1 natural bölənidir. 2, 3, 6, sonra 9, bir də 18. Bax, bu ədədlər 18-in natural bölənlərinin sayı. 18-in də bu düstur şəklində yazılışı belədir ki, 18 bərabərdir. 2 vur 9 idi. 2 üstü 1 eləyir. 9-dakı 3-ün kvadratı. İndi verilən ədədləri yerinə yazaq. Bax, burada A bu ifadədir. A üstü n. B üstü k da bu ifadədir. Düzdür. A üstü n-in, yəni bu ifadənin, yazıram s bərabərdir. Kəsir çəkirəm. Burada A üstü n plus 1-dir. A üstünün 2 üstü 1, 2-nin üstü 1 idi. Onun üstünə bir dənə də 1 gəlirsiniz. Çıxaq 1. Düzdür. Bölək. A-nın özü nə idi? 2 deyildi. 2. Çıxaq 1. Vuraq. İndi baxın, B-nin, indi bax bu BK idi. Yuxarıdakı düstura baxın, bu. Yəni ikinci vuruq. Bax, bu vuruq yəni. Nə idi? B üstü K. Yəni 3-ün kvadratı. Üstə gəlirsən 1, çıxaq 1. Bunu da bölürük B çıxaq 1-ə. Yəni 3 çıxaq 1-ə. Bərabər. Buradan görəcəksiniz ki, 2-nin üstü 2 eləyəcək, yəni 2 kvadratı eləyir, 4, 4-dən 1 çıxırsınız, alınır 3, s bərabərdir. Bu ifadənin surətində alınır 3, məğrəzi də 2-dən 1 çıxırsınız, vuraq 1, bölək 1, vuraq. Demək, ikinci bu ifadəyə baxaq, 3-ün üstü 3-dür, yəni o eləyəcək 27, 27-dən də çıxırsınız 1-i, bölürsünüz onu 3 çıx 1-ə, bərabərdir. Sonra fərqli qələmlə yazımsa bizi çaşdırmır. Bu ifadə edir 3 vuraq. Bu ifadə edir 26 böl 2. O da edir 13. 3-ü də 13-ə vuran da edir 39. İndi görək ki, baxaq görək ki, 18 ədədinin natural bölənləri. Bunları da sildim. Bu bir nümunə idi, misal elədim. 39 almışdıq, bunu unutmayın. 39 var idi. İndi natural bölənləri budur da. 1, 2, 3, 6, 9, 18.
1 üstə 3 gəlsəz eləyər 3, üstə 3 eləyər 6, 6, 6 ilə 12, 9, 21, 18 də gəlsəz eləyəcək 39. Bərabərdə 39. Hamısını üst-üstə gəlsəz yekun cavab alınacaq 39. Gördünüz? Yəni hesablamadan da tapmaq olar. Demək ki, bu düstur bizə hansısa misalların həllində lazım ola bilər. Bunu da dedik. Demək bugünkü dərsimiz natural ədədlərə qədər olacaqdı. Ona görə də ən böyük orta, daha doğrusu orta bölənə qədər, əboba qədər idi.